təbrik etdiyin, hansı ki çıxdın dedin, bəşər diktaturası tarixə qovuşdu. Halbuki bəşərlə dodaq-dodağa öpüşən sən idin. Bəşərlə qucaqlaşan, sarmaş-dolaş olan sən idin. Gördünmü? Sən nə qədər ikiyüzlüsən, nə qədər riyakarsan, bir diktaturaya dodaq-dodağa öpüşürsən, 50-nin diktaturasından. İndi deyirsən ki, bəşər tarixin zibil qabına qovuşdu. Sabah İvanishvili gidəndə də o sözü deyəcəksən, zibil qabına qovuşanda. Sabah Putin də zibil qabına qovuşanda onu deyəcəksən. Erdoğan da zibil qabına qovuşanda onu deyəcəksən. Çünki sənin dostluğun yoxdur. Sənin mənəviyyatın, şərəfin, ləyaqətin, sənin mənəviyyatın, şərəfin, ləyaqət olsaydı, sənin rejimində, sistemində, bir damcı da olsun duruşunda kişi duruşu olsaydı, əmin ol ki, mənim bu çıxışım olmazdı. Əmin ol ki, bir ailə bu vəziyyətdə olmazdı. Hansı senariləri hazırlayırsan, hansı motivləri hazırlayırsan, ver Mirşahinə. Aylar öncə Mirşahin dediği Sevinç Sadıqova, mənim ayağımda yox, ayaqqabımın altında olan qeyrət sənin vəs qurduğun rejimdə yoxdur. Mənim ayağımın yox, ayaqqabımın altında olan ləyaqət sənin vəs qurduğun rejimdə, sistemdə, oğraş şəbəkəndə yoxdur. Onu biləsən, ha? Biləsən. Və mən ailəm üçün İşlətdiyim bütün bu qeyr-etik ifadələrə görə mən insanlardan üzr istəyirəm. Amma bir ailəni göz görə-görə, bir insanı göz görə-görə məhv edirlərsə və hələ də təhdid olunuramsa, hələ də şantaj olunuramsa, gündə İlham Əliyev başı boyda, bığı boyda, palaz-palaz mesaj yazırsa mənə ki, səni öldürəcəyik. Mən niyə susuram? Niyə öldürmürsən? Niyə susuram? Dəliyəm. Mən axıra kimi danışaram da. Dəli deyiləm ki, susam. Sabah desinlər ki, öldürəndə desinlər ki, öldürürlər. Niyə danışmırdın? Mən sona qədər, dəli olsam düz deyirsən, susardım. Mən ağıllıyam ki, sona qədər mübarizə aparacağım. Və bir İlham Əliyev, biləsən, bir də mübarizə aparmaq üçün nə lazımdır? Mübarizə aparmaq üçün şərəf lazımdır, namus lazımdır, qeyrət lazımdır. Hər üçü də məndə var. Ona görə də mübarizə aparıram. Ləyaqətli insanam ki, mübarizə aparıram. Əxlaqlı insanam ki, ailəm uğrunda ölmə baxıram. Başa düşürsən, elə bilirsən ki, bu hər adamda olurmu? Yəni, səndə yoxdur, ailəndə yoxdur. Sənin ailəndə olsaydı, heç olmasa sənin o arvadın, Mehriban Əliyevə, heç mi bu çıxışlarımı, sənə o 1000 dənə, milyon dənə qulbeçələrim var, bir dənə mənim haqqımda, mənim çıxışlarım haqqında. Elə qəşəng məlumatlısınız. Bu qədər mi ləyaqətsizsiniz, bu qədər mi vicdansızsınız? Ay Mehriban, sən də anasan, övladın da var, nəvən də var, gəlinin də var. Hələ qızın uşaq evindən uşaq gətirib, mərhəmət sahibisən. Sən axı xaricdə məktəblər tikdirirsən. Mehriban Əliyeva, bu nə oyundur mənim ailəm yaşayır? Bu